Azad Rəhimov sadəcə Gənclər və İdman naziri deyildi. O, Azərbaycanda Formula 1 yarışlarını təşkil edən, beynəlxalq idman arenasında ölkəni təmsil edən, Prezident İlham Əliyevin şəxsən etibar etdiyi adamlardan biri idi. Onun imzası olmadan Bakıda heç bir böyük idman layihəsi reallaşa bilməzdi. Baku City Circuit bu sadəcə yarış trası deyil, bu Azərbaycanın prestij layihəsi idi. Hər il mayda dünya şöhrətli pilotlar Bakı küçələrində yarışırdılar və bu şounun arxasında Azad Rəhimovun şəxsi nüfuzu dayanırdı. Amma çox az adam bilirdi ki, bu layihələrin hər biri ilə bağlı müqavilələrdə gizli maddələr var idi. Tikinti şirkətləri, sponsorluq müqavilələri, VIP biletlərin satışı, bütün bu axınlar bir mərkəzdən idarə olunurdu və həmin mərkəzdə Azad Rəhimov oturmuşdu. İndi isə o yox idi və onun oğlu Arif özünü tək bir sualın qarşısında tapdı. Atamın qurduğu imperiya kimə keçəcək? Arif Rəhimov atasının vəfatından sonra ilk dəfə jurnalistlərlə görüşdə belə demişdi. Atam mənə hər şeyi öyrətdi, amma bir şey demədi. Bu sərvəti necə qorumaq lazımdır? Bu cümlə çox şey deyirdi. Çünki Azərbaycan sistemində sərvət qorumaq üçün sadəcə pul yox, güc lazımdır və güc isə vəzifə ilə gəlir. Azad Rəhimov nazir olduğu müddətdə toxunulmazlıq zirveyi altındaydı. Onun imzası qanun idi. Onun sözü əmr idi. Amma indi bu toxunulmazlıq yox idi və Arifin əlində qalan yeganə şey notariusda qeydə alınmış miras sənədləri idi. Ancaq bu sənədlər kifayət edirmi? Azərbaycanda vəzifəsiz qalan məmurun ailəsi nə qədər müddət öz mövqelərini saxlaya bilir? Cavab sadədir, çox qısa müddət və Arif bunu tezliklə öz dərisi ilə hiss etməli oldu. 2020-ci ilin əvvəlində Arifin vəkilləri Bakı məhkəməsinə müraciət etdilər. İddia sadə idi. Atasının adına qeydə alınmış bəzi əmlaklar qanunsuz olaraq başqa şəxslərin mülkiyyətinə keçmişdi. Hansı əmlaklar? Bakının mərkəzindəki ofis binaları, Xəzər sahilindəki villalar, Türkiyənin Antalya şəhərindəki lüks mənzillər. Ümumi dəyəri təxminən 25 milyon dollara bərabər olan əmlaklar bir gecədə yoxa çıxmışdı. Necə? Rəsmi cavab belə idi. Azad Rəhimov sağlığında bu əmlaklar satmışdı. Amma heç bir satış müqaviləsi tapılmadı. Heç bir bank köçürməsi olmadı. Sadəcə mülkiyyət hüququ dəyişdi. Və ən maraqlısı, bu dəyişiklik Azad Rəhimovun vəfatından cəmi 2 həftə əvvəl baş vermişdi. Xəstəxanada ağır vəziyyətdə olan bir adam necə əmlak satış əməliyyatı apara bilərdi? Kim onun əvəzinə imza atmışdı? Və kim bu sənədləri təsdiq etmişdi? Məhkəmə prosesi başladı. Amma Arif tezliklə başa düşdü ki, bu sadə miras davası deyil. Bu, sistemlə mübarizə idi. Hər məhkəmə iclasında yeni maneələr yaranırdı. Şahidlər itirdi, sənədlər arxivdə tapılmadı deyə rədd edildi. Ekspertizalar təxirə salındı. Arifin vəkilləri dəfələrlə şikayət etdilər ki, onlara təzyiq göstərilir. Bəzi vəkillər işdən çəkildilər, bəziləri isə qorxudan sustu. Və bu zaman Bakı küçələrində pıçıltılar yayılmağa başladı. Arifə, dur, əmri verilib. Kim verdi bu əmri? Rəsmi olaraq kim? Amma Azərbaycanda bəzi əmrlər yazılı olmur. Onlar sadəcə hiss olunur. Bir zəng, bir görüş, bir işarə və hamı başa düşür ki, bu işə qarışmaq olmaz. Arif də bunu başa düşdü, amma geri çəkilmədi. 2021-ci ilin yazında Arifin komandası bomba xəbər yaydı. Onlar Azad Rəhimovun gizli əmlak siyahısını ictimaiyyətə təqdim edəcəklər. Bu siyahıda Azərbaycanda, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, hətta İsveçrədə olan mülklər var idi. Ümumi dəyəri 100 milyon dollardan çox idi. Amma ən maraqlısı bu deyil idi. Siyahıda bəzi əmlaklar başqa adamların adına qeydə alınmışdı. Kimlərin? Azad Rəhimovun yaxın dostları, iş ortaqları, hətta bəzi məmurlar. Bu nə deməkdir? Bu o deməkdir ki, Azad Rəhimov öz sərvətini bölüşdürmüşdü. Niyə? Təhlükəsizlik üçün. Çünki Azərbaycanda bir adamın adına çox əmlak qeydə alınması təhlükəlidir. Diqqət çəkir. Ona görə də ağıllı məmurlar öz sərvətlərini etibar etdikləri adamların adına yazırlar. Amma bu etibar nə qədər möhkəmdir? Azad Rəhimov öləndən sonra bu adamlar Arifə əmlakları qaytardılarmı? Yoxsa özlərini saxlayacaqlar? Cavab tezliklə məlum oldu. Siyahıdakı əmlakların əksəriyyəti Arifə qaytarılmadı. Bəzi sahiblər dedilər ki, bu əmlaklar bizimdir, Azad müəllim bizə hədiyyə etmişdi. Bəziləri isə sadəcə əlaqəni kəsdilər. Telefonlara cavab vermədilər, məktublara reaksiya göstərmədilər.
Arif başa düşdü ki, atasının dostları onu tərk etdi. Çünki o artıq nazirin oğlu değildi. O sadəcə vəzifəsiz bir gəncdir və Azərbaycanda vəzifəsiz adamın sözünün heç bir dəyəri yoxdur. Amma Arif təslim olmadı. O hər bir əmlak üçün ayrıca məhkəmə işi açdı. Onun vəkilləri sənədlər topladılar, şahidlər axtardılar, ekspertizalar sifariş etdilər. Bu mübarizə illər çəkdi və hər il Arifin mövqeyi zəifləyirdi. Çünki o sadəcə pulla mübarizə aparırdı. Qarşı tərəfdə isə güc var idi. 2022-ci ilin payızında Arifin vəkillərindən biri anonim müsahibə verdi. O dedi ki, biz bu işi uduzuruq, çünki məhkəmə sistemi bizim əleyhimizə işləyir. Bu çox sərt ifadə idi, amma həqiqət idi. Azərbaycanda məhkəmələr müstəqil deyil. Onlar sistemin bir hissəsidir və sistem Arifin əleyhinə idi. Niyə? Çünki Arifin qələbəsi təhlükəli prezident yaradardı. Əgər bir nazirin oğlu atasının sərvətini geri ala bilsə, deməli başqaları da cəhd edə bilər və bu sistemin tarazlığını poza bilər. Ona görə də Arifə dur əmri verildi. Rəsmi olaraq yox, amma faktiki olaraq. Və bu əmr işlədi. Məhkəmə prosesləri təxirə salındı. Bəzi işlər bağlandı. Bəziləri isə sübutların çatışmazlığı səbəbindən rədd edildi. Arif öz atasının sərvətinin böyük hissəsini itirdi. Amma hələ də mübarizəni dayandırmadı. Bəs Azad Rəhimovun sərvəti hardan gəlmişdi? Rəsmi maaşı ayda təxminən 2000 manat idi. Bu təqribən 1200 dollar deməkdir. Amma onun əmlakları 100 milyon dollar dəyərində idi. Necə? Cavab sadədir. Korrupsiya. Amma bu sözü Azərbaycanda açıq demək olmaz. Ona görə də rəsmi dildə başqa terminlər işlədilir. Biznes fəaliyyəti, investisiya gəlirləri, əlavə mənbələr. Amma hamı bilir ki, həqiqət nədir? Azad Rəhimov nazir olduğu müddətdə hər böyük idman layihəsindən pay alırdı. Formula 1 yarışları, Avropa oyunları, İslam həmrəyliyi oyunları. Bütün bu tədbirlər milyardlarla manat büdcə tələb edirdi. Və bu büdcənin bir hissəsi itirdi. Haraya? Rəsmi hesabatlarda cavab yoxdur. Amma Azad Rəhimovun villaları, penthausları, İsveçrə hesabları cavab verir. Gəlin bir rəqəmlə müqayisə edək. Azərbaycanın orta maaşı 2019-cu ildə təxminən 500 manat idi. Bu təqribən 300 dollar deməkdir. Sadə bir işçi ildə təxminən 3600 dollar qazanırdı. Azad Rəhimovun Antalyadakı villası isə 5 milyon dollara alınmışdı. Deməli, bir sadə işçi 1300 il işləməli idi ki, belə villa ala bilsin. Əlbəttə, heç bir maaşla belə villa almaq mümkün deyil. Amma Azad Rəhimov aldı. Necə? Çünki o sistemin içində idi və sistem ona imkan verirdi. Amma indi o yox idi. Və onun oğlu sistemin kənarında qalmışdı və sistem ona heç nə verməyəcəkdi. Arif Rəhimovun mübarizəsi sadəcə miras davası deyil. Bu, Azərbaycan cəmiyyətinin ən ağrılı nöqtəsinə toxunan bir hekayədir. Məmur övladları. Bu söz Azərbaycanda xüsusi məna daşıyır. Çünki hamı bilir ki, məmurların uşaqları adi yolla zəngin olmurlar. Onlar ata-analarının mövqeyindən istifadə edirlər və xalq bunu görür və nifrət edir. Amma heç nə edə bilmir. Çünki sistem belə qurulub. Amma Arifin hekayəsi göstərir ki, bu sistem öz uşaqlarını da yeyir. Çünki Arif də məmur oğludur. Amma atasının vəzifəsi getdikdən sonra o heç nə deyil və onun sərvəti də heç nə deyil. Çünki həqiqi sərvət Azərbaycanda pul deyil, gücdür. Və güc isə vəzifə ilə gəlir. Vəzifə gedəndə güc də gedir və sərvət də gedir. İndi sual yaranır. Arifin mübarizəsi nə ilə bitəcək? O, atasının sərvətini geri ala biləcəkmi? Yoxsa tamamilə məğlub olacaq? Və daha vacib sual. Bu hekayə Azərbaycan cəmiyyətinə nə öyrədir? Məmur övladları öz atalarının sərvətlərini saxlaya bilərlərmi? Yoxsa sistem onları da məhv edəcək? Cavabları növbəti fəsillərdə öyrənəcəksiniz. Amma bir şey aydındır. Azad Rəhimovun imperiyası dağılır və onun oğlu bu dağıntının ortasında tək qalıb. Siz bu mübarizənin şahidi olacaqsınız və görəcəksiniz ki, Azərbaycanda həqiqi güc nədədir. Azad Rəhimovun yaxın ətrafında bir adam var idi ki, hamı ona müşavir deyirdi. Onun əsl adı heç vaxt açıqlanmadı. Amma hər kəs bilirdi ki, Azad Rəhimovun hər böyük qərarı bu adamın məsləhəti ilə qəbul edilirdi. O, kölgədə qalırdı. Heç vaxt media qarşısına çıxmırdı.
Heç bir rəsmi vəzifəsi yox idi. Amma onun bir zəngi ilə milyonluq müqavilələr imzalanırdı. O, Azad Rəhimovun beyni idi. Və indi Azad Rəhimov öləndən sonra bu adam yoxa çıxdı. Heç kim onu görmürdü. Heç kim onunla əlaqə saxlaya bilmirdi. Arif dəfələrlə onu axtardı, amma heç bir nəticə əldə edə bilmədi. Bu adam sanki yer üzündən silinmişdi. Niyə? Çünki o çox şey bilirdi. Və bu biliklər təhlükəli idi. O bilirdi ki, Azad Rəhimovun sərvəti hardan gəlir, hansı sxemlər işləyir, kimlər bu sxemlərdə iştirak edir. Və indi bu məlumatlar onun əlində silah idi. Amma o, bu silahdan istifadə etmirdi. Sadəcə gizlənirdi və gözləyirdi. 2021-ci ilin yayında Bakıda bir şayiə yayıldı. Deyirdilər ki, müşavir İstanbulda yaşayır və orada yeni biznes qurur. Bəzi mənbələr iddia edirdilər ki, o Azad Rəhimovun İsveçrə hesablarına giriş kodlarını özü ilə aparıb və indi o hesablardan pul çəkir. Doğrudurmu? Heç kim bilmir. Amma Arif bu şayələri eşidəndə dəli oldu. O, İstanbula getdi. Detektivlər tutdu. Müşaviri axtarmağa başladı. Amma heç bir nəticə əldə edə bilmədi. Müşavir sanki xəyal idi. Hamı onun haqqında danışırdı, amma heç kim onu görmürdü. Və Arif başa düşdü ki, bu adam onu aldadıb. Atasının ən yaxın dostu, ən etibarlı adamı onu tərk edib və bütün sirləri özü ilə aparıb. Və indi Arif tək qalıb. Heç bir dəstək, heç bir məsləhət, heç bir yol göstərən yoxdur. Sadəcə o və onun vəkilləri. Və onlar da getdikcə ümidlərini itirirlər. Amma müşavir yeganə xain deyildi. Azad Rəhimovun komandası 10 nəfərdən ibarət idi. Bunlar onun ən yaxın köməkçiləri, iş ortaqları, etibar etdiyi adamlar idi. Hər biri müəyyən sahəyə cavabdeh idi. Biri maliyyəyə, biri tikintiyə, biri beynəlxalq əlaqələrə, biri mediaya. Onlar birlikdə bir mexanizm kimi işləyirdilər və bu mexanizm mükəmməl işləyirdi. Amma Azad Rəhimov öləndən sonra bu mexanizm dağıldı. Hər kəs öz yolunu tutdu və heç biri Arifə kömək etmədi. Niyə? Çünki onlar Azad Rəhimova deyil, onun vəzifəsinə sadiq idilər. Vəzifə gedəndə sadiqlik də getdi və Arif bunu ən ağır şəkildə öyrəndi. Komandadan biri, gəlin ona maliyyəçi deyək, Azad Rəhimovun bütün pul axınlarını idarə edirdi. O bilirdi ki, hər ay hansı hesablara nə qədər pul gəlir, hansı xərclərin ödənilməsi lazımdır, hansı investisiyalar edilir. O faktiki olaraq Azad Rəhimovun xəzinədarı idi və Azad Rəhimov ona tam etibar edirdi. Amma vəfatdan sonra maliyyəçi bütün hesabları bağladı. Arif ona müraciət edəndə o dedi ki, mən heç nə bilmirəm, bütün sənədlər Azad müəllimin şəxsi seyfində idi. Amma Arifin vəkilləri araşdırma aparanda məlum oldu ki, maliyyəçi vəfatdan bir həftə əvvəl bəzi hesablardan böyük məbləğlər köçürüb. Haraya? Öz şəxsi hesablarına. Nə qədər? Təxminən 10 milyon dollar. Və indi bu pul onun əlindədir. Arif məhkəməyə müraciət etdi. Amma maliyyəçi dedi ki, bu pul mənim maaşım və bonuslarım idi. Və heç bir sənəd olmadığı üçün Arif heç nə edə bilmədi. 10 milyon dollar bir gecədə yoxa çıxdı və maliyyəçi Dubaya köçdü. İndi o orada rahat həyat sürür və Arifin zənglərinə cavab vermir. Başqa bir adam, tikinçi, Azad Rəhimovun bütün əmlak layihələrini idarə edirdi. O villaların, ofislərin, penthausların tikilməsinə nəzarət edirdi. Və o bilirdi ki, hansı əmlaklar Azad Rəhimovun adına, hansıları isə başqalarının adına qeydə alınıb. Arif ona müraciət edəndə tikinçi dedi ki, mən sadəcə icraçı idim, qərarları Azad müəllim verirdi və heç bir sənəd vermədi. Amma Arifin detektivləri araşdıranda məlum oldu ki, tikinçi Azad Rəhimovun vəfatından sonra bəzi villaları öz adına yenidən qeydə aldırıb. Necə? Saxta sənədlərlə. O, Azad Rəhimovun imzasını saxtalaşdırıb və notariusda təsdiq etdirib və indi bu villalar onun mülkiyyətidir. Arif məhkəməyə müraciət etdi, amma tikinçi güclü vəkilləri tutdu və dedi ki, bu villalar mənə hədiyyə edilib və məhkəmə onun tərəfini tutdu. Çünki Azad Rəhimov artıq yox idi və öz tərəfini müdafiə edə bilmirdi və Arif daha bir döyüş uduzdu. Üçüncü adam, media meneceri. Azad Rəhimovun ictimai imicinə cavabdeh idi. O, jurnalistlərlə əlaqələri idarə edirdi, müsahibələr təşkil edirdi, mənfi xəbərləri bloklayırdı. Və o çox güclü idi. Çünki Azərbaycanda media nəzarət altındadır və media meneceri
Bu nəzarət mexanizminin bir hissəsi idi. Azad Rəhimov öləndən sonra Arif ona müraciət etdi və xahiş etdi ki, atasının xatirəsini qorusun. Amma media meneceri dedi ki, mən artıq bu işdə deyiləm və tezliklə mediada Azad Rəhimov haqqında mənfi materiallar çıxmağa başladı. Korrupsiya ittihamları, qanunsuz əmlak, gizli hesablar, bütün bunlar haqqında məqalələr yazıldı. Arif başa düşdü ki, media meneceri onu satıb. Niyə? Çünki yeni güclər ona əmr verib ki, Azad Rəhimovun imicinə zərbə vursun. Və o bu əmri yerinə yetirdi. Çünki o Azad Rəhimova deyil, sistemə xidmət edirdi. Və sistem dəyişəndə o da dəyişdi. Beləliklə Azad Rəhimovun 10 nəfərlik komandası dağıldı. Hər kəs öz payını aldı və qaçdı. Bəziləri xaricə köçdü. Bəziləri yeni patronlar tapdı. Bəziləri isə sadəcə gizləndi. Və Arif tək qaldı. O başa düşdü ki, atasının dostları əslində heç vaxt dost olmayıblar. Onlar sadəcə tərəfdaşlar idilər. Və tərəfdaşlıq pulla qurulur. Pul gedəndə tərəfdaşlıq da gedir. Və Arifin əlində artıq pul yox idi. Çünki bütün pul başqalarının əlində idi. Və onlar qaytarmaq fikrində deyildilər. Arif bunu başa düşdü, amma təslim olmadı. O hələ də mübarizə edirdi. Amma artıq bilirdi ki, bu mübarizə bəlkə də mənasızdır. Çünki o, sadəcə bir adamdır və qarşısında bütün bir sistem dayanır. İndi düşünün, Azad Rəhimovun 10 nəfərlik komandası niyə onu tərk etdi? Onlar sadəcə xainlərmi? Yoxsa sistemin qurbanlarımı? Və Arif bu xəyanətlərdən nə öyrəndi? O, atasının yolunu davam etdirə bilərmi? Yoxsa tamamilə fərqli bir yol seçəcək? Cavabları növbəti fəsillərdə öyrənəcəksiniz. Amma bir şey aydındır. Azərbaycan sistemində sadiqlik pulla alınır və pul gedəndə sadiqlik də gedir. Azad Rəhimovun sərvətinin ən böyük sirri onun İsveçrə hesabları idi. Rəsmi olaraq heç kim bu hesabların varlığını təsdiq etmədi. Amma qeyri-rəsmi mənbələr iddia edirdilər ki, Azad Rəhimovun Cenevrə və Zürix banklarında hesablar var idi. Bu hesablarda nə qədər pul var idi? Bəzi mənbələr deyirdilər ki, ən azı 50 milyon dollar. Başqaları isə iddia edirdilər ki, rəqəm 100 milyondan çoxdur. Həqiqət nədir? Heç kim bilmir. Çünki İsveçrə bankları məlumat vermirlər və Azad Rəhimov bu sirri özü ilə məzar apardı. Amma bir şey məlumdur. Bu hesablara giriş kodları var idi və bu kodları yalnız 2 nəfər bilirdi. Azad Rəhimov və müşavir. İndi Azad Rəhimov yoxdur. Müşavir isə yoxa çıxıb. Deməli, bu hesablara artıq heç kim daxil ola bilmir. Yoxsa müşavir hələ də bu hesablardan istifadə edir. 2022-ci ilin əvvəlində beynəlxalq jurnalist araşdırması bir bomba xəbər yaydı. Onlar iddia etdilər ki, Azad Rəhimovun İsveçrə hesablarından 2020 ilə qədər böyük məbləğlər köçürülüb. Haraya? Offshore zonalara, Panama, Britaniya Virgin adalarına, Kipra. Və bu köçürmələr Azad Rəhimovun vəfatından sonra da davam edib. Deməli, kimsə bu hesablara giriş əldə edib. Kim? Jurnalistlər dəqiq ad verməyiblər. Amma bütün əlamətlər müşavirə işarə edirdi. Arif bu xəbəri eşidəndə şoka düşdü. O dərhal İsveçrə hökumətinə müraciət etdi və xahiş etdi ki, bu hesabları bloklasınlar. Amma İsveçrə qanunları çox mürəkkəbdir. Hesabları bloklamaq üçün məhkəmə qərarı lazımdır və məhkəmə qərarı almaq üçün sübutlar lazımdır. Amma Arifin əlində heç bir sübut yox idi. Çünki bütün sənədlər Azad Rəhimovun şəxsi seyfində idi və o seyf vəfatdan sonra boşaldılmışdı. Kim boşaltdı? Yenə müşavir. Arif başa düşdü ki, o bir labirintə düşüb. Hər addımda yeni maneə, hər sualda yeni sir. Və hər sirrin arxasında müşavir dayanır. Bu adam sanki hər yerdə və heç yerdə idi. O görünmürdü, amma hər şey idarə edirdi. Arif özünə sual verdi. Müşavir kim idi? Sadəcə məsləhətçimi? Yoxsa Azad Rəhimovun əsl sahibimi? Bəlkə də Azad Rəhimov sadəcə bir üz idi və əsl güc müşavirin əlində idi. Bu suallar Arifi dəli edirdi. Amma cavab tapa bilmirdi. Çünki müşavir yoxa çıxmışdı. Və onunla bərabər bütün cavablar da yoxa çıxmışdı. 2022-ci ilin ortalarında Arif bir qərar verdi. O İsveçrə hesablarını unutdu. Çünki başa düşdü ki, o hesablara heç vaxt çata bilməyəcək. Əvəzinə o, Azərbaycandakı əmlakları geri almağa fokuslandı. Ən azı burada o məhkəməyə müraciət edə bilirdi. Amma bu da asan deyildi.
Çünki Azərbaycan məhkəmələri müstəqil deyil və Arifin əleyhinə güclər çox güclü idi. Amma o təslim olmadı. O hər bir əmlak üçün ayrıca iş açdı. Bakıdakı ofis binası, Xəzər sahilindəki villa, Gəncədəki torpaq sahəsi, hər biri üçün ayrıca məhkəmə prosesi və hər proses illərlə çəkildi. Bəzi işlərdə Arif qazandı, bəzilərində uduzdu. Amma ümumi nəticə məyus edici idi. O, atasının sərvətinin yalnız 10%-ni geri ala bildi. Qalan 90% başqalarının əlində qaldı. Amma ən ağrılı itki İsveçrə hesabları deyildi. Ən ağrılı itki Azad Rəhimovun nüfuzu idi. Çünki Azərbaycanda pul nüfuzdan gəlir və nüfuz vəzifədən gəlir. Azad Rəhimov nazir olduğu müddətdə toxunulmaz idi. Onun bir sözü ilə milyonluq müqavilələr imzalanırdı. Onun bir işarəsi ilə rəqiblər məhv edilirdi. Amma indi o yox idi və onun oğlu heç bir vəzifədə deyildi. Deməli, heç bir nüfuzu yox idi və nüfuzsuz adam Azərbaycanda heç nədir. Arif bunu hiss edirdi. Hər gün, hər saat. O, atasının ofislərinə gedəndə qapıçılar onu tanımırdılar. O, atasının dostlarına zəng edəndə onlar məşğul idilər. O, atasının adını çəkəndə insanlar üzlərini çevirirdilər. Çünki Azad Rəhimov artıq güclü deyildi. O sadəcə ölü bir məmur idi və ölü məmurların adı Azərbaycanda tez unudulur. Arif özünə sual verdi. Atam nə üçün yaşadı? Nə üçün bu qədər sərvət topladı? Nə üçün bu qədər güc əldə etdi? Və nəticədə nə qaldı? Heç nə. Bütün sərvət başqalarının əlində, bütün güc yox oldu, bütün nüfuz itdi və oğlu tək qaldı. Bir labirintdə, çıxış yolu olmayan bir labirintdə. Arif bu suallara cavab axtarırdı. Amma tapa bilmirdi. Çünki cavablar Azad Rəhimovun məzarında idi və məzar danışmır. İndi düşünün, Azad Rəhimovun İsveçrə hesablarında həqiqətən pul varmı? Yoxsa bu sadəcə bir əfsanədir? Və əgər pul varsa, onu kim idarə edir? Müşavirmi, yoxsa başqa kimsə? Və Arif bu sirri heç vaxt öyrənə biləcəkmi? Cavabları növbəti fəsillərdə öyrənəcəksiniz. Amma bir şey aydındır. Azad Rəhimovun sərvəti bir lənətə çevrilib və bu lənət onun oğlunu təqib edir. Hər gün, hər gecə. Və Arif bilmir ki, bu lənətdən necə qurtula bilər. Həkim Rəşid Məmmədov əllərini yuyarkən hələ də titrəyirdi. 35 il keçsə də o gecəni unutmaq mümkün deyildi. 2019-cu ilin dekabr ayının 23-də gecə yarısından sonra ona zəng gəlmişdi. Dərhal gəlin, vəziyyət kritikdir. Səs tanış idi, amma tonunda qorxu var idi. O, Azad Rəhimovun şəxsi həkimi idi və belə zənglərə öyrəşmişdi. Amma bu dəfə fərqli idi. Palataya daxil olanda gördüklərini heç kimə danışmamışdı. Azad Rəhimovun tibbi kartında yazılan diaqnozu ilə həqiqi vəziyyət arasında dağlar qədər fərq var idi. Rəsmi sənədlərdə ürək çatışmazlığı yazılmışdı. Amma həkim bilirdi ki, həqiqət bambaşqa idi. Azad Rəhimovun beynində şiş var idi və bu şiş ən azı 2 ildir böyüyürdü. Niyə bu diaqnoz gizlədirmişdi? Çünki beyin şişi olan adam nazir ola bilməzdi və Azad Rəhimov bunu bilirdi. Ona görə də həqiqəti gizlətmişdi. Amma indi həkim danışmağa hazır idi. Çünki sükut onu öldürürdü. Həkim Məmmədov ilk dəfə olaraq kameraların qarşısında oturmuşdu. 35 il sonra. Əlləri hələ də titrəyirdi. Səsi çatlamaq üzrə idi. Azad bəy mənə demişdi ki, əgər bu sirri açsam, mənim ailəm təhlükədə olacaq. Amma indi o yoxdur və mən yaşlanmışam. Həqiqəti deyməyin vaxtı gəlib. O dərin nəfəs aldı və davam etdi. Azad Rəhimovun son 6 ayında vəziyyəti sürətlə pisləşmişdi. Baş ağrıları dözülməz olmuşdu. Yaddaşı zəifləmişdi. Bəzən öz ailəsini tanımırdı. Amma o hələ də işə gedirdi. İclaslarda iştirak edirdi. Qərarlar verirdi. Necə? Güclü ağrı kəsici dərmanlarla. Hər səhər həkim ona iynə vururdu və o bir neçə saat normal görünürdü. Amma axşamlar dəhşətli idi. O ağrıdan qışqırırdı. Divarları yumruqlayırdı. Elena xanımdan gizlənməsini xahiş edirdi. Çünki o zəif görünmək istəmirdi. Hətta ölüm ayağında belə güclü görünmək istəyirdi. Bu onun son kibri idi. Həkim daha da dəhşətli bir sirri açıqladı. Azad Rəhimovun son həftəsində o, dəliliyin kənarındaydı.
Hallusinasiyalar görürdü. Mövcud olmayan adamlarla danışırdı. Keçmişdən səhnələri yenidən yaşayırdı. Bir gecə o, həkimi çağırdı və dedi ki, onlar məni öldürmək istəyirlər, sən məni qoru. Kim? Bilmirəm, amma onlar hər yerdədirlər. Azad Rəhimov paranoyaya düşmüşdü. O öz kölgəsindən qorxurdu, hər səsdən ürkürdü və ən dəhşətlisi, o öz oğlundan da şübhələnirdi. Bir gecə Arif onu ziyarətə gəlmişdi və Azad Rəhimov ona baxıb demişdi, sən də onlarla birgəsən, elə deyilmi? Arif şokda qalmışdı. Atası onu tanımırdı və düşmən hesab edirdi. Bu beyin şişinin son mərhələsi idi. Amma heç kim bunu bilmirdi, çünki həkim susurdu. İndi isə o, hər şey danışırdı. Çünki sükutun ağırlığını daha daşıya bilmirdi. Amma həkimin ən şok edici açıqlaması başqaydı. O dedi ki, Azad Rəhimovun vəfatından bir həftə əvvəl ona qəribə bir tapşırıq verilmişdi. Müşavir gəlmişdi və demişdi ki, Azad Rəhimovun tibbi sənədlərini məhv etmək lazımdır. Niyə? Çünki bu məlumatlar düşmənlərin əlinə keçə bilər. Həkim əvvəlcə etiraz etmişdi, amma müşavir ona böyük məbləğ pul təklif etmişdi və həkim razılaşmışdı. O, Azad Rəhimovun bütün tibbi kartlarını, rentgen şəkillərini, analizlərini yandırmışdı. Yalnız bir şey saxlamışdı, son MRT şəklini. Çünki o, həqiqətin şahidi olmaq istəyirdi və indi bu şəkli göstərirdi. Şəkildə Azad Rəhimovun beynindəki şiş aydın görünürdü. Böyük, qara bir ləkə, ölümcül bir ləkə. Bu şəkil sübut idi ki, Azad Rəhimov son 2 ildə normal düşünə bilmirdi. Deməli, onun verdiyi qərarlar, imzaladığı sənədlər, etdiyi müqavilələr, bunların hamısı xəstə bir beynin məhsulu idi. Və bu, hər şey dəyişirdi. Arif bu açıqlamanı eşidəndə başqa bir şoka düşdü. Deməli, atası son 2 ildə normal deyildi. Deməli, o dövrdə edilən bütün əmlak köçürmələri, imzalanan sənədlər qanunsuz idi. Çünki xəstə bir adam belə qərarlar verə bilməzdi. Arif dərhal vəkillərinə zəng etdi və bu yeni sübutları məhkəməyə təqdim etdi. Amma nəticə gözlədiyindən fərqli oldu. Məhkəmə bu sübutları qəbul etmədi. Niyə? Çünki həkimin açıqlaması qeyri-qanuni yolla əldə edilmiş məlumat hesab edildi və MRT şəkli də saxtalaşdırılmış sənəd elan edildi. Necə? Çünki rəsmi tibbi sənədlər məhv edilmişdi və yalnız həkimin şəxsi arxivində saxlanılan şəkil qalmışdı və bu şəkil rəsmi deyildi. Deməli, sübut kimi istifadə edilə bilməzdi. Arif başa düşdü ki, sistem yenə onun əleyhinə işləyir. Hətta atasının xəstəliyi belə ona kömək etmir. Çünki sistem öz qaydalarını qoruyur və bu qaydalar Arifin əleyhinədir. Həkim Məmmədovun açıqlaması başqa bir sirri də ortaya çıxardı. Azad Rəhimovun son aylarında ona tez-tez zəng edən bir qadın var idi. Həkim onu xanım adlandırırdı. Bu qadın kim idi? Elena Rəhimova deyildi, başqa kimsə idi. Və o, Azad Rəhimovun səhhəti ilə çox maraqlanırdı. Hər həftə zəng edib vəziyyətini soruşurdu. Hətta bəzən gecə yarısı zəng edirdi və həkimdən xahiş edirdi ki, Azad Rəhimova müəyyən dərmanlar versin. Hansı dərmanlar? Yuxu həbləri, sakitləşdirici maddələr. Niyə? Çünki o çox əsəbidir və rahatlığa ehtiyacı var. Həkim əvvəlcə şübhələnmişdi, amma xanım ona pul ödəyirdi. Çox böyük pul və həkim susurdu. İndi isə o peşman idi. Çünki başa düşmüşdü ki, o dərmanlar Azad Rəhimovun vəziyyətini daha da pisləşdirmişdi. Bəlkə də o qəsdən zəhərlənirdi. Amma kim tərəfindən? Xanım kim idi? Həkim bilmirdi. Çünki o heç vaxt onu görmüşdü. Yalnız səsini eşitmişdi və indi bu səs onun yuxularını qaçırırdı. Arif xanımın kimliyini öyrənmək üçün detektivlər tutdu. Amma heç bir nəticə əldə edə bilmədi. Çünki həkimin telefon qeydləri silinmişdi və xanım yoxa çıxmışdı. Sanki heç vaxt mövcud olmamışdı. Amma Arif bilirdi ki, o real idi və o, atasının ölümündə rol oynamışdı. Kim idi bu qadın? Azad Rəhimovun gizli sevgilisimi? Yoxsa düşmənlərinin agentimi? Yoxsa müşavirin tərəfdaşımı? Arif bu sualların cavabını axtarırdı, amma tapa bilmirdi. Çünki bütün izlər silinmişdi və o, yenə bir çıxılmaz vəziyyətdə qalmışdı. Hər yeni sübut yeni suallar yaradırdı və hər sual onu daha da labirintə aparırdı. Arif başa düşdü ki, atasının ölümü sadə bir xəstəlik deyil. Bu, mürəkkəb bir oyun idi və o, bu oyunun qaydalarını bilmirdi. İndi düşünün,
Azad Rəhimovun beyin şişi həqiqətənmi var idi? Yoxsa həkim yalan danışır? Və xanım kim idi? O həqiqətən Azad Rəhimovu zəhərləyirdimi? Yoxsa sadəcə ona kömək etməyə çalışırdı? Bu sirlərin cavabını Arif tapa biləcəkmi? Yoxsa həqiqət həmişəlik gizli qalacaq? Bakının ən məşhur astroloqu Günnər xanım 30 il ərzində çox məşhur adamları qəbul etmişdi. Amma Azad Rəhimov kimi qorxmuş, çarəsiz adam heç vaxt görmüşdü. 2018-ci ilin payız gecəsi o gizlicə onun evinə gəlmişdi. Heç bir mühafizəçi, heç bir şofer yox idi. Sadəcə özü, köhnə bir maşında, başında papaq. Sanki gizlənirdi. Günnər xanım onu tanıyanda şoka düşmüşdü. Çünki Azad Rəhimov rəsmi olaraq ateist idi. Dini mərasimlərdə iştirak etmirdi. Mövlud oxutmurdu. Hətta Ramazan ayında belə oruç tutmurdu. Amma indi o, falçının qarşısında oturmuşdu və əlləri titrəyirdi. Mənə deyin ki, mən nə vaxt öləcəyəm? Bu onun ilk sözləri idi. Günnər xanım əvvəlcə etiraz etmişdi. Çünki ölüm haqqında danışmaq yaxşı deyil. Amma Azad Rəhimov israr etmişdi. Mən bilməliyəm, çünki hazırlaşmalıyam. Və o, böyük məbləğ pul təklif etmişdi. Günnər xanım razılaşmışdı və gördükləri onu dəhşətə salmışdı. Kartlar açılanda Günnər xanım susmuşdu. Çox uzun müddət. Sonra başını qaldırıb Azad Rəhimova baxmışdı. Sizin ətrafınızda çox qaranlıq enerji var. Kimsə sizə pislik istəyir və bu pislik yaxın adamınızdan gəlir. Azad Rəhimov sarsılmışdı. Kim? Kim məni xəyanət edəcək? Günnər xanım yenidən kartlara baxmışdı. Gözəl qadın görürəm, sizə çox yaxın. Amma onun ürəyi qara. O sizin ölümünüzü gözləyir. Elena? Azad Rəhimov arvadını düşünmüşdü. Amma Gülnar xanım başını bulayıb demişdi. Yox, bu başqa qadın. Sizin gizli həyatınızdan. Azad Rəhimov daha da çaşmışdı. Çünki onun gizli əlaqələri var idi. Amma hansı qadın onu öldürmək istəyə bilərdi? Gülnar xanım davam etmişdi. Bu qadın sizin pulunuzu istəyir və bunun üçün hər şeyə hazırdır, hətta ölümünüzə də. Azad Rəhimov qorxmuşdu. Çünki başa düşmüşdü ki, bu sadə fal deyil. Bu xəbərdarlıq idi. Gülnar xanım daha da dəhşətli şeylər demişdi. Sizin ölümünüz təbii olmayacaq. Kimsə sizə zəhər verəcək. Yavaş-yavaş, hiss etməyəcəyiniz şəkildə. Və siz xəstəlikdən öldüyünüzü düşünəcəksiniz. Amma həqiqət başqa olacaq. Azad Rəhimov ayağa qalxmışdı. Mən nə etməliyəm? Necə özümü qorumalıyam? Gülnar xanım kartları yığışdırarkən demişdi. Heç kimə etibar etməyin. Hətta ən yaxın adamlarınıza da. Çünki xəyanət ən gözlənilməz yerdən gələcək. Və sonra ən qorxunc sözləri demişdi. Sizin oğlunuz da təhlükədədir. Çünki o sizin varisidir. Və bəzi adamlar onun da ölməsini istəyir. Azad Rəhimov çıxıb gedərkən Gülnar xanıma demişdi. Bu söhbəti heç kimə deməyin. Əks halda siz də təhlükədə olacaqsınız. Gülnar xanım vəd vermişdi. Amma indi, 4 il sonra o danışmağa qərar vermişdi. Çünki Azad Rəhimovun oğlu həqiqəti bilməli idi. Arif bu hekayəni eşidəndə əvvəlcə inanmadı. Çünki o falçılara inanmırdı. Amma sonra düşündü ki, atası niyə belə bir qadına müraciət etmişdi? O ateist idi, məntiqi adam idi. Niyə qorxub falçıya getmişdi? Deməli o, real təhlükə hiss edirdi və bu təhlükə onu dəli edirdi. Arif Gülnar xanımdan soruşdu. Atam sizə hansı qadından danışmışdı? O kimdi? Gülnar xanım cavab verdi. O ad demədi. Amma dedi ki, bu qadın onun işlərini idarə edir və çox güclüdür, həm də çox gözəl və çox təhlükəli. Arif düşündü. Atasının işlərini idarə edən qadın, bu müşavirin köməkçisi ola bilərdi. Yoxsa tamamilə başqa kimsə. Amma kim? Arif bu sualın cavabını axtarmağa başladı. Çünki başa düşdü ki, atasının ölümündə qadın faktoru var və bu qadını tapmaq lazım idi. Gülnar xanım daha bir sir açıqladı. Azad Rəhimov ondan xahiş etmişdi ki, ona müdafiə duası oxusun və o oxumuşdu. Amma dua işləməmişdi, çünki Azad Rəhimovun günahları çox ağır idi. O çox adam məhv etmişdi, çox ailə dağıtmışdı, çox pul oğurlamışdı və indi bu günahların cəzasını çəkirdi. Gülnar xanım dedi ki, Azad Rəhimov ona etiraf etmişdi. Mən çox pis işlər görmüşəm, indi Allah məni cəzalandırır. O tövbə etmək istəyirdi,
Amma çox gec idi. Çünki o, sistemin bir hissəsi idi və sistemdən çıxmaq mümkün değildi. Ona görə də o, ölümü gözləyirdi. Və qorxurdu. Çünki bilirdi ki, ölümündən sonra da rahat olmayacaq. Çünki oğlu, onun günahlarının cəzasını çəkəcək. Və bu, ən böyük əzab idi. Arif bu sözləri eşidəndə ağladı. İlk dəfə olaraq. Çünki başa düşdü ki, atası sadəcə korrupt məmur değildi. O qorxmuş, tənha, günahkar bir adam idi. O öz etdiklərindən peşman idi, amma dəyişdirə bilmirdi. Çünki sistem ona icazə vermirdi. Və indi Arif bu günahların varisi idi. O, atasının borclarını ödəməli idi. Amma necə? Hansı borcları? Kimə? Bu suallar Arifi dəli edirdi. Çünki o, atasının həqiqi həyatını bilmirdi. O, yalnız rəsmi tərəfini görmüşdü. Amma gizli tərəfi daha dəhşətli idi. Və indi bu gizli tərəf onu təqib edirdi. Hər gecə, hər yuxuda. Arif başa düşdü ki, o sadəcə miras üçün mübarizə aparmır. O, atasının ruhunun rahatlığı üçün mübarizə aparır. Və bu daha çətin mübarizə idi. Gülnar xanım son bir xəbərdarlıq etdi. Sizin də həyatınız təhlükədədir. Çünki siz çox şey bilirsiniz. Və bəzi adamlar sizin susmasını istəyir. Əgər susmasan, atan kimi ölə bilərsən. Arif qorxmadı. Çünki artıq itirəcək heç nəsi qalmamışdı. Amma bir şey soruşdu. Mən nə etməliyəm? Necə atasının ruhunu rahatlandıra bilərəm? Gülnar xanım cavab verdi. Həqiqəti tap. Onu öldürən qadını tap və ədaləti təmin et. Yalnız o zaman atan rahat ola bilər. Arif başını tərpətdi. O həqiqəti tapacaqdı. Nə bahasına olursa olsun. Çünki atasının ruhu bunu tələb edirdi. Və o bu tələbi yerinə yetirəcəkdi. İndi düşünün, Gülnar xanımın dedikləri həqiqətdirmi? Yoxsa o sadəcə pul qazanmaq üçün yalan danışır? Və Azad Rəhimovu öldürən qadın həqiqətən varmı? Arif onu tapa biləcəkmi? Yoxsa bu sadəcə xəyal? Bu sualların cavabını yalnız həqiqət verə bilər. Və həqiqət hələ də gizlidir. Azad Rəhimovun şəxsi maliyyə məsləhətçisi Kamran Həsənov əllərindəki sənədlərə baxarkən hələ də inanmırdı. Rəqəmlər o qədər böyük idi ki, onları yüksək səslə demək belə qorxunc görünürdü. Amma indi, 4 il sonra o hər şeyi açıqlamağa hazır idi. Çünki sükut onu öldürürdü. Azad bəy mənə demişdi ki, əgər ona nəsə olsa, bu rəqəmləri oğluna verməliyəm. Amma o öləndən sonra mənə təhdid zəngləri gəlməyə başladı. Naməlum səslər deyirdi ki, əgər danışsam, mənim ailəm təhlükədə olacaq. Kamran bəy 30 il maliyyə sahəsində işləmişdi. Ən böyük şirkətlərin hesablarını aparırdı. Amma Azad Rəhimovun maliyyə imperiyası onu şoka salmışdı. Bu sadəcə pul yox, bütöv bir paralel iqtisadiyyat idi. Afşor şirkətlər, gizli hesablar, saxta müqavilələr, hər şey o qədər mükəmməl qurulmuşdu ki, heç bir vergi orqanı, heç bir audit şirkəti həqiqəti tapa bilməzdi. Amma indi Kamran bəy hər şeyi açıqlayırdı. Çünki Arif həqiqəti bilməli idi. Kamran bəyin açıqladığı rəqəmlər inanılmaz idi. Azad Rəhimovun yalnız İsveçrə banklarında 12 fərqli hesabı var idi. Hər hesabda orta hesabla 8 milyon dollar. Ümumi məbləğ 96 milyon dollar. Amma bu yalnız İsveçrə idi. Singapur banklarında daha 15 milyon, Lüksemburqda 20 milyon, Kiprdə 30 milyon. Ümumi məbləğ 161 milyon dollar. Və bu yalnız nağd pul idi. Əmlakları hesaba katmasaq, Türkiyədəki villalar, Dubayda penthouselar, Londonda mənzillər, Miamidə yaxta, bunların ümumi dəyəri daha 100 milyon dollar. Deməli, Azad Rəhimovun ümumi sərvəti 260 milyon dollardan çox idi. Bu rəqəm Azərbaycanın illik büdcəsinin təxminən 1/10 idi. Bir nazirin şəxsi sərvəti ölkənin büdcəsinin 1/10. Bu sadəcə korrupsiya deyil, bu dövlət talanı idi. Amma ən şok edici məlumat başqa idi. Kamran bəy dedi ki, bu sərvətin yalnız 30% Azad Rəhimovun şəxsi adına qeyd alınmışdı. Qalan 70% başqalarının adına idi. Kimlərin? Azad Rəhimovun ailəsi, dostları, iş ortaqları, hətta bəzi tanımadığı adamlar. Niyə? Təhlükəsizlik üçün. Çünki bir adamın adına bu qədər sərvət qeyd almaq təhlükəli idi. Diqqət çəkirdi. Ona görə də Azad Rəhimov sərvətini bölüşdürmüşdü. Amma bu bölüşdürmə rəsmi deyildi. Gizli müqavilələrlə edilmişdi. Və bu müqavilələrdə yazılmışdı ki, Azad Rəhimov istədikdə bu sərvəti geri ala bilər. Amma o öləndən sonra nə olacaqdı? Müqavilələrdə yazılmışdı ki, sərvət onun oğluna keçəcək. Amma bu yalnız kağız üzərində idi.
Həqiqətdə isə heç kim Arifə heç nə verməyəcəkdi. Çünki gizli müqavilələr məhkəmədə qüvvəyə malik deyil və Arif bunu öz dərisi ilə hiss etmişdi. Kamran bəy daha bir bomba açıqladı. Azad Rəhimovun sərvətinin böyük hissəsi qara pul idi. Yəni vergi ödənilməmiş, qanunsuz yolla əldə edilmiş pul. Bu pulları ağ etmək üçün mürəkkəb sxemlər işlədilirdi. Saxta şirkətlər qurulurdu, saxta müqavilələr imzalanırdı, saxta xidmətlər göstərilirdi. Məsələn, Azad Rəhimovun adına qeydə alınmış konsalting şirkəti var idi. Bu şirkət güya beynəlxalq idman təşkilatlarına məsləhət verirdi və bunun üçün ildə 10 milyon dollar alırdı. Amma həqiqətdə heç bir xidmət göstərilmirdi. Bu sadəcə pul yumaq üçün yaradılmış sxem idi. Belə şirkətlər onlarla var idi. Hər biri fərqli ölkədə, fərqli adla, amma eyni məqsədlə və hamısı Azad Rəhimovun nəzarət altındaydı. İndi isə bu şirkətlər yoxa çıxmışdı. Sanki heç vaxt mövcud olmamışdı. Kim onları bağladı? Müşavir. O, Azad Rəhimovun ölümündən sonra bütün izləri silmişdi. Arif bu məlumatları eşidəndə başqa bir şoka düşdü. Deməli, atasının sərvəti onun təsəvvür etdiyindən qat-qat böyük idi. Amma eyni zamanda tamamilə əlçatmaz idi. Çünki bu sərvət qanunsuz idi və qanunsuz sərvəti qanuni yolla geri almaq mümkün deyil. Arif başa düşdü ki, o sadəcə miras üçün mübarizə aparmır. O, cinayət imperiyasının varisi olmaq istəyir. Amma bu imperiya artıq yoxdur, çünki müşavir onu məhv edib. Və Arif əlində heç nə qalmayıb. Yalnız bir neçə villa və mənzil. Atasının sərvətinin 1% belə deyil. Qalan hər şey yoxa çıxıb və heç vaxt geri qayıtmayacaq. Kamran bəy son bir sirr açıqladı. Azad Rəhimovun ölümündən bir ay əvvəl ona qəribə bir tapşırıq verilmişdi. Bütün xarici hesabları bağlamaq və pulları Azərbaycana gətirmək. Niyə? Çünki xaricdə təhlükə var. Hansı təhlükə? Kamran bəy bilmirdi. Amma tapşırığı yerinə yetirmişdi. O bütün hesabları bağlamış və pulları Bakıdakı banklara köçürmüşdü. Amma bu pul çox qısa müddət Bakıda qalmışdı. Azad Rəhimovun ölümündən bir həftə sonra bu hesablar da boşaldılmışdı. Kim boşaltdı? Rəsmi olaraq Azad Rəhimovun özü. Çünki sənədlərdə onun imzası var idi. Amma Kamran bəy bilirdi ki, bu imza saxta idi. Çünki Azad Rəhimov o vaxt xəstəxanadaydı və heç nə imzalaya bilməzdi. Deməli, kimsə onun imzasını saxtalaşdırmışdı. Kim? Müşavir. O hər şeyə giriş əldə etmişdi və Azad Rəhimovun bütün sərvətini oğurlamışdı. Arif Kamran bəydən soruşdu. Siz niyə indi danışırsınız? Niyə əvvəl susurdunuz? Kamran bəy cavab verdi. Çünki qorxurdum. Amma indi başa düşdüm ki, sükut daha təhlükəlidir. Çünki onlar məni də məhv edə bilərlər. Ona görə də hər şeyi açıqlayıram. Ən azı həqiqət bilinsin. O, Arifə bütün sənədləri verdi. Bank hesablarının nömrələri, şirkətlərin adları, müqavilələrin surətləri. Amma xəbərdarlıq etdi. Bu sənədlərlə ehtiyatlı olun. Çünki onlar sizin üçün təhlükəli ola bilər. Bəzi adamlar bu məlumatların açıqlanmasını istəmirlər. Arif sənədləri aldı. Amma bilirdi ki, onlarla nə edəcəyini bilmir. Çünki bu sənədlər cinayət sübutu idi və cinayət sübutunu açıqlamaq özdə cinayət ola bilər. İndi düşünün, Azad Rəhimovun 260 milyon dollarlıq sərvəti həqiqətən varmı? Yoxsa Kamran bəy şişirtir və bu sərvət indi hardadır? Müşavirin əlindəmi, yoxsa başqa yerdə? Arif bu sərvəti tapa biləcəkmi, yoxsa həmişəlik itib? Bu sualların cavabını yalnız zaman verəcək. Amma bir şey aydındır. Azad Rəhimovun maliyyə imperiyası real idi və indi o yoxa çıxıb. Və onunla bərabər Arifin ümidləri də yoxa çıxıb. Təsəvvür edin ki, siz 12 nəfərdən ibarət gizli qrupun üzvüsünüz və bu qrupun hər bir üzvü Azad Rəhimovun ən qaranlıq sirlərini bilir. Hər bir tibbi diaqnoz, hər bir qaçış planı, hər bir gizli tunelin yerləşməsi sizin yaddaşınızdadır. İndi təsəvvür edin ki, seçim etməlisiniz. Ya sadiqlik, ya da həyat. 2019-cu ilin dekabr ayının 22-sində bu 12 nəfər taleyüklü qərar verdilər və bu qərar Azərbaycan tarixini dəyişdi. Onları ali rəhbərlərini satmağa nə məcbur etdi? Və bu qərarın arxasında hansı qorxular, hansı hədələr, hansı gizli razılaşmalar dayanırdı? Bu 12 nəfər Azad Rəhimovun daxili dairəsi idi. Onlar sadə mühafizəçilər və ya köməkçilər deyildilər.
Bunlar sistemin ən dərin qatında işləyən adamlar idilər. Hər birinin öz sahəsi var idi və heç biri digərinin tam fəaliyyətindən xəbərdar deyildi. Bu qəsdən belə qurulmuşdu. Azad Rəhimov bilirdi ki, məlumatı parçalamaq təhlükəsizlik deməkdir. Əgər bir nəfər danışsa, o yalnız öz hissəsini danışa bilər. Amma hamısı bir yerə yığılsa, tam şəkil ortaya çıxar və bu şəkil dəhşətli idi. Qrupun lideri, gəlin ona koordinator deyək, Azad Rəhimovun bütün gizli əməliyyatlarını əlaqələndirirdi. O bilirdi ki, hansı hesabdan hansı hesaba pul köçürülür, hansı sənəd hansı vaxt imzalanmalıdır, hansı adam hansı tapşırığı yerinə yetirməlidir. O faktiki olaraq Azad Rəhimovun kölgə baş naziri idi. Heç bir rəsmi vəzifəsi yox idi. Amma onun bir zəngi ilə milyonlar hərəkət edirdi. 2019-cu ilin noyabr ayında koordinator başa düşdü ki, sistem çökür. Azad Rəhimovun səhhəti sürətlə pisləşirdi. Xarici hesablar təzyiq altındaydı. Daxildə isə narazılıqlar artırdı. O gizli görüş təşkil etdi. 12 nəfər Bakı kənarındakı bir villada toplandılar. Heç kim bilməməli idi ki, onlar orada nə danışırlar. Görüşdə koordinator açıq danışdı. Azad bəy ölür. Bəlkə 1 ay, bəlkə 3 ay. Amma nəticə qaçılmazdı. Və o öləndə biz hamımız təhlükədə olacağıq. Çünki biz çox şey bilirik. Və yeni güclər bizim sustuğumuzdan əmin olmaq istəyəcəklər. Otaqda dərin sükut çöktü. Hamı başa düşdü ki, bu sadə xəbərdarlıq deyil, bu təklif idi. Koordinator davam etdi. Bizim 2 yolumuz var. Ya Azad bəyin ailəsinə sadiq qalırıq və onun oğlunu dəstəkləyirik. Amma bu halda biz sistemlə mübarizəyə girəcəyik və sistem bizdən güclüdür. Ya da biz yeni güclərə keçirik və özümüzü qoruyuruq. Amma bu halda biz xainlərik. Heç kim cavab vermədi. Çünki hər iki variant dəhşətli idi. Qrupun maliyyə üzrə məsul şəxsi, xəzinədar ilk danışan oldu. Mən ailəm haqqında düşünürəm. Mənim 3 uşağım var. Əgər mən Arifin tərəfində dursam və udussam, mənim uşaqlarım nə olacaq? Onlar məktəbdən qovulacaq, universitetə qəbul olunmayacaq, iş tapa bilməyəcəklər. Mən bunu riskə ata bilmərəm. Başqaları da razılaşdılar. Hamının ailəsi var idi, hamının itirilməli nəsə var idi. Və hamı bilirdi ki, Azərbaycan sistemində məğlub olanlar məhv olurlar. Heç bir bağışlanma, heç bir ikinci şans yoxdur. Ya qalib gəlirsən, ya da yox olursan. Koordinator növbəti addımı təklif etdi. Biz Azad bəyin bütün arxivlərini nəzarətə götürməliyik. Sənədlər, qeydlər, audio və video materiallar, hər şey. Və sonra qərar verməliyik ki, nəyi saxlayırıq, nəyi məhv edirik. Bu təklif şok doğurdu. Çünki bu, açıq-aşkar xəyanət idi. Azad Rəhimov hələ sağ idi. Və onlar artıq onun arxivlərini ələ keçirmək haqqında danışırdılar. Amma koordinator sərt cavab verdi. Əgər biz bunu etməsək, başqaları edəcək. Və o zaman biz heç nəyə nəzarət edə bilməyəcəyik. Ən azı indi biz qərar verə bilərik ki, hansı məlumatlar açıqlanmalı, hansıları isə həmişəlik silinməlidir. Qrupun təhlükəsizlik üzrə məsul şəxsi, mühafizəçi etiraz etdi. Amma bu cinayətdir. Biz Azad bəyin etimadına xəyanət edirik. Koordinator soyuq təbəssümlə cavab verdi. Azad bəy bizə etibar etdi. Çünki biz ona xidmət edirdik. Amma o artıq xidmət edə bilməyəcək. Və biz özümüzü düşünməliyik. Əgər sən vicdanın rahat olsun istəyirsənsə, bu qrupdan çıxa bilərsən. Amma bil ki, o zaman sən tək qalacaqsan. Və tək adam sistemə qarşı heç nədir. Mühafizəçi sustu. Çünki başa düşdü ki, seçim yoxdur. Ya qrupla qal və sağ qal, ya da tək qal və məhv ol. Görüş 3 saat davam etdi. Nəticədə qərar verildi. 12 nəfər Azad Rəhimovun bütün arxivlərini ələ keçirəcək. Ən həssas sənədləri məhv edəcək və yeni güclərə keçid üçün hazırlaşacaqlar. Amma bir şərt var idi. Heç kim Arifə kömək etməyəcək. Çünki Arif zəif idi, təcrübəsiz idi və sistemlə mübarizə apara bilməzdi. Əgər onlar Arifi dəstəkləsələr, hamı batacaqdı. Ona görə də Arif tək qalmalı idi. Bu qəddarcasına səslənirdi. Amma koordinator dedi ki, bu yeganə rasional qərardır. Biz Azad bəyi xilas edə bilmərik, amma özümüzü xilas edə bilərik və bunu etməliyik. Görüşdən sonra 12 nəfər fəaliyyətə başladılar. Hər biri öz sahəsində işləyirdi. Xəzinədar bank hesablarını bağladı və pulları ofşor zonalara köçürdü. Arxivar bütün sənədləri yığdı və ən həssas olanları yandırdı.
Mühafizəçi Azad Rəhimovun şəxsi seyfini açdı və içindəkiləri götürdü. Media meneceri jurnalistlərə məlumat sızdırmağa başladı ki, Azad Rəhimovun imicinə zərbə vursun. Hər biri öz rolunu oynadı və heç biri peşman olmadı. Çünki hamı bilirdi ki, bu sağ qalmaq üçün yeganə yoldur. Azad Rəhimov ölənə qədər bu xəyanətdən xəbərsiz idi. O son günlərində hələ də inanırdı ki, komandası ona sadiqdir. Amma həqiqət başqa idi. Onun ən yaxın adamları artıq onu tərk etmişdilər. Yalnız Elena və Arif yanında qalmışdılar. Amma onlar da heç nə edə bilmirdilər. Çünki real güc daxili dairənin əlində idi və bu dairə artıq Azad Rəhimova xidmət etmirdi. İndi düşünün, bu 12 nəfər xainlərmi, yoxsa sağ qalmaq üçün mübarizə aparanlar? Onlar Azad Rəhimovu satdılar, yoxsa sadəcə reallığı qəbul etdilər? Və Arif bu xəyanəti heç vaxt bağışlaya bilərmi? Azad Rəhimovun xəstəliyi ilə bağlı rəsmi tibbi sənədlər yox idi. Amma onun şəxsi həkiminin gizli qeydləri mövcud idi. Bu qeydlər heç vaxt dərc edilməməli idi, heç vaxt ictimaiyyətə çıxmamalı idi. Amma indi 4 il sonra bu qeydlər sızıb çıxdı və onlarda yazılanlar Azərbaycan cəmiyyətini sarsıtdı. Azad Rəhimov son 2 ilində fiziki və psixi cəhətdən tamamilə dağılmışdı. Onun bədəni çürüyürdü, beyni isə yavaş-yavaş söndü. Amma o hələ də hakimiyyətdə qalmağa çalışırdı. Çünki hakimiyyəti itirmək ölümdən də dəhşətli idi. Bu qeydlər göstərir ki, Azad Rəhimov son günlərində artıq insan deyildi. O sadəcə bir kölgə idi, keçmişin xəyalı idi və bu kölgə hələ də Azərbaycan idmanına rəhbərlik edirdi. Həkim Rəşid Məmmədovun şəxsi qeydlərində yazılmışdı. 2018-ci ilin may ayı. Azad bəyin baş ağrıları dözülməz hala gəlib. Hər gün güclü ağrı kəsicilər veriləm. Amma artıq işləmir. O gecələr yatmır. Gündüzlər isə sanki yuxu içində gəzir. MRT şəkli dəhşətlidir. Şiş böyüyür və beynin vacib hissələrinə təzyiq göstərir. Ona əməliyyat təklif etdim. Amma o, qəti şəkildə rədd etdi. Dedi ki, əməliyyat zamanı hər şey üzə çıxacaq və o vəzifəsini itirəcək. Ona görə də dərmanlarla yaşamağı seçdi. Amma bu dərmanlar onu öldürür. 2018-ci ilin iyul ayında vəziyyət daha da pisləşdi. Həkimin qeydlərində yazılmışdı. Azad bəy artıq normal danışa bilmir. Cümlələri yarımçıq qalır, sözləri qarışır. Bir gün mənə dedi ki, onlar divarların arxasında gizlənirlər və məni izləyirlər. Soruşdum ki, kimlər? Cavab vermədi. Sadəcə pəncərəyə baxdı və titrədi. Paranoyası son həddə çatıb. O artıq heç kimə etibar etmir. Hətta öz ailəsinə də. Bu qeydlər göstərir ki, Azad Rəhimov son bir ildə psixi xəstə idi. Amma heç kim bunu bilmirdi. Çünki o ictimaiyyət qarşısında hələ də güclü görünməyə çalışırdı. Hər iclas, hər çıxış, hər görüş, hamısı böyük əziyyətlə keçirdi. Amma kamera qarşısında o hələ də təbəssüm edirdi. 2019-cu ilin sentyabr ayında Azad Rəhimovun bədəni tamamilə taqətdən düşdü. Həkimin qeydlərində yazılmışdı. O artıq yerimək çətinliyi çəkir. Ayaqları şişib, əlləri titrəyir. Çəkisi son 6 ayda 20 kiloqram azalıb. Dərisi saralmış, gözləri batmış. O ölən adamın görünüşünə malikdir. Amma hələ də işə gedir. Necə? Bilmirəm. Bəlkə də iradə gücü ilə. Bəlkə də qorxu ilə. Çünki o bilir ki, vəzifəni itirəndə hər şey itirəcək. Bu qeydlər göstərir ki, Azad Rəhimov son aylarında canlı meyitidir. Amma sistem onu hələ də işlədirdi. Çünki onun vəzifəsi vacib idi və onu əvəz edəcək adam hələ hazır deyildi. Ən dəhşətli qeyd isə 29-cu ilin noyabr ayına aiddir. Həkim yazmışdı. Bugün Azad bəy məni çağırdı və dedi ki, özünü öldürmək istəyir. Dedi ki, daha dözə bilmir, ağrı onu dəli edir. Xahiş etdi ki, ona güclü dərman verim ki, yuxuya getsin və oyanmasın. Mən şokda qaldım. Ona dedim ki, bu mümkün deyil, bu cinayətdir. O ağladı. İlk dəfə onu ağlayan gördüm. Dedi ki, mən ölmək istəyirəm, amma qorxuram. Çünki bilmirəm ki, ölümdən sonra nə olacaq. Mən ona sakitləşdirici verdim və getdim. Amma o gecə yata bilmədim. Çünki başa düşdüm ki, o tezliklə gedəcək. Bu qeyd göstərir ki, Azad Rəhimov son günlərində intihar haqqında düşünürdü. Amma bunu edə bilmədi. Çünki qorxurdu. Nədən? Allahdan, cəhənnəmdən, yoxsa başqa nədənsə? Həkim Məmmədov daha bir sirr açıqladı. Azad Rəhimovun son həftəsində ona qəribə bir dərman verilməyə başlandı. Bu dərman həkimin təyin etdiyi dərman deyildi.
Kimsə başqa bir həkim gətirmişdi və o həkim Azad Rəhimova naməlum maddə vurmuşdu. Həkim Məmmədov etiraz etmişdi, amma ona dedilər ki, bu yuxarıdan əmrdir. Hansı yuxarıdan? Həkim bilmirdi. Amma o dərmanı verdikdən sonra Azad Rəhimovun vəziyyəti daha da pisləşdi. O tamamilə şuurunu itirdi, danışa bilmirdi, heç kimi tanımırdı. Sanki komadaydı, amma ürək döyüntüsü var idi. Həkim Məmmədov şübhələndi ki, bu dərman qəsdən verilir ki, Azad Rəhimov tez ölsün. Amma bunu sübut edə bilmədi. Çünki o dərmanın nümunəsi götürülməmişdi və başqa həkim yoxa çıxmışdı. Arif bu qeydləri oxuyanda dəhşətə gəldi. Deməli atası son günlərində zəhərlənmişdi. Kimsə onu qəsdən öldürmüşdü. Kim? Həkim Məmmədov dedi ki, o başqa həkimi heç vaxt görmüşdü. Yalnız arxadan gördü. Orta boylu, qara geyimli, əlcəkli bir adam. Üzünü görmək mümkün olmadı. Amma bir şey xatırladı. O adamın əlində qəhvəyi dəri çanta var idi və çantada xüsusi tibbi avadanlıq. Bu adi həkim deyildi. Bu peşəkar idi. Kimsə Azad Rəhimovu öldürmək üçün peşəkar adam göndərmişdi və bu adam işini mükəmməl görmüşdü. Heç bir iz, heç bir sübut qalmamışdı. Arif detektivlərə tapşırdı ki, o naməlum həkimi tapsınlar. Amma heç bir nəticə əldə edilmədi. Xəstəxananın təhlükəsizlik kameraları o günlərdə texniki nasazlıq səbəbindən işləməmişdi. Qonaqlar kitabında o həkimin adı yox idi. Heç bir şahid onu xatırlamırdı. Sanki o xəyal idi. Amma Arif bilirdi ki, o real idi və o atasını öldürmüşdü. Amma kim göndərmişdi onu? Müşavirmi? Yoxsa daha yuxarıdan əmr gəlmişdi? Arif bu sualların cavabını axtarırdı. Amma hər addımda yeni divar, yeni maneə, yeni sir. Həkim Məmmədov son bir xəbərdarlıq etdi. Azad bəyin ölümü təbii deyildi. O öldürüldü. Və siz də təhlükədasınız. Çünki siz həqiqəti axtarırsınız. Və həqiqət bəzi adamlar üçün təhlükəlidir. Ehtiyatlı olun. Arif bu xəbərdarlığı qəbul etdi, amma geri çəkilmədi. Çünki bilirdi ki, atasının ruhu rahatlıq tapmayacaq, əgər qatillər cəzasız qalarsa. Və o qatilləri tapacaqdı, nə bahasına olursa olsun. İndi düşünün, Azad Rəhimov həqiqətən öldürüldümü, yoxsa sadəcə xəstəlikdən öldü? Və o naməlum həkim kim idi? Arif onu tapa biləcəkmi? Yoxsa bu sir həmişəlik gizli qalacaq? 2019-cu ilin dekabr ayının 21-ci gecəsi Azad Rəhimovun Bakı kənarındakı villasına qəribə bir qonaq gəldi. Heç bir rəsmi protokolda bu görüş qeydə alınmadı. Heç bir mühafizəçi bu adamın adını bilmirdi. O gecə yarısından sonra gəldi, 1 saat qaldı və heç kimə salam vermədən getdi. Şahidlər deyirlər ki, bu görüşdən sonra Azad Rəhimov kabinetindən ağappaq üzlə çıxdı. Nə danışıldı o gecə? Ona sürgün təklif edildimi, yoxsa ölüm hökmü oxundu? Bu adam kim idi? KQB agentimi, MKI elçisimi, yoxsa daha güclü birinin nümayəndəsi? 35 il keçsə də bu sualların cavabı hələ də sirr olaraq qalır. Amma bəzi şahidlər indi danışmağa hazırdılar və onların dedikləri Azərbaycan tarixini yenidən yazacaq. O gecə villada olan mühafizəçilərdən biri, gəlin ona şahid deyək, indi ilk dəfə danışır. O deyir ki, qonaq saat 23-də gəldi. Qara Mercedes, nömrəsiz, tonlu şüşələrlə. Maşından 2 nəfər düşdü. Biri sürücü, digəri isə orta yaşlı, ağ saçlı, çox təmkinli görünüşlü bir kişi. O heç kimə baxmadı, heç nə soruşmadı. Sadəcə birbaşa Azad Rəhimovun kabinetinə getdi. Sanki yolu əzbər bilirdi. Mühafizəçilər onu saxlamaq istədilər. Amma o, cibindən xüsusi vəsiqə çıxardı. Vəsiqədə nə yazılmışdı? Şahid deyir ki, oxuya bilmədi. Amma başa düşdü ki, bu çox yüksək səviyyəli bir sənəddir. Çünki mühafizəçilərin komandiri vəsiqəyə baxanda üzü dəyişdi və dedi ki, buraxın keçsin. Qonaq Azad Rəhimovun kabinetinə daxil oldu və qapını bağladı. Mühafizəçilər koridorda gözləyirdilər. Onlar eşitməyə çalışdılar, amma qapı qalın idi və səslər gəlmirdi. Yalnız bir dəfə Azad Rəhimovun yüksək səslə nəsə dediyini eşitdilər. Amma sözləri aydın değildi. Təxminən 1 saat sonra qonaq çıxdı. Üzündə heç bir ifadə yox idi. O mühafizəçilərə baxmadan getdi və maşına mindi. Maşın sürətlə uzaqlaşdı. Mühafizəçilər kabinetə baxdılar. Azad Rəhimov masasının arxasında oturmuşdu. Başı əlləri arasındaydı.
O heç kimi görmək istəmirdi. Sadəcə dedi ki, hamı çıxsın, mənə heç kim lazım deyil. Mühafizəçilər çıxdılar. Amma şahid qapının arxasında qaldı və gözlədi. Təxminən 10 dəqiqə sonra o, Azad Rəhimovun ağladığını eşitdi. Güclü, kövrək ağlama. Sanki bütün ümidlərini itirmişdi. Şahid deyir ki, o gecədən sonra Azad Rəhimov tamamilə dəyişdi. O artıq əvvəlki kimi deyildi. Sanki ruhunu itirmişdi. Hər gün kabinetində tək oturur, heç kimlə danışmır, heç nə yemirdi. Yalnız pəncərədən çölə baxırdı. Nəyə baxırdı? Heç kim bilmir. Bəlkə də keçmişə, bəlkə də gələcəyə, yaxud sadəcə boşluğa. Mühafizəçilər narahat idilər. Çünki başa düşürdülər ki, nəsə dəhşətli baş vermişdi. Amma heç kim soruşmağa cəsarət etmirdi. Çünki Azad Rəhimov hər kəsi özündən uzaqlaşdırmışdı. Hətta Elenanı belə. O arvadına demişdi ki, mənə tək qalmaq lazımdır. Və Elena da itaət etmişdi. Arif bu hekayəni eşidəndə dərhal şahidə müraciət etdi. O soruşdu ki, o qonaq necə görünüşlü idi? Hansı dildə danışırdı? Hansı aksenti var idi? Şahid cavab verdi. O rus dilində danışırdı. Amma aksenti yox idi. Sanki peşəkar tərcüməçi idi. Və çox soyuq idi. Heç bir emosiya, heç bir ifadə. Sanki robot idi. Arif soruşdu. Siz onun üzünü xatırlayırsınızmı? Şahid cavab verdi. Xatırlayıram. Ağ saçlı, mavi gözlü, nazik dodaqlar. Və bir xüsusiyyət var idi. Onun sol əlində kiçik çapıq var idi. Sanki köhnə yanıq izi. Arif bu təsviri detektivlərə verdi. Və onlar araşdırmağa başladılar. Detektivlər bir neçə ay araşdırdılar və nəhayət bir iz tapdılar. 2019-cu ilin dekabr ayında Bakıya xüsusi təyyarə ilə bir nəfər gəlmişdi. Pasport məlumatları məxfi idi. Amma hava limanının işçiləri xatırlayırdılar ki, o çox yüksək səviyyəli şəxs idi. Çünki onu xüsusi VIP terminaldan keçirtmişdilər. Və heç bir yoxlama aparılmamışdı. O Bakıda yalnız bir gecə qalmışdı və səhər tezdən geri uçmuşdu. Haraya? Moskva. Detektivlər daha dərindən araşdırdılar və məlum oldu ki, bu adam Rusiyanın xüsusi xidmət orqanlarından birinin yüksək rütbəli zabiti idi. Adı məxfi idi, amma kod adı var idi. Elçi. O belə missiyalar üçün göndərilirdi. Hansı missiyalar? Xəbərdarlıq missiyaları. O gəlir, mesaj çatdırır və gedir. Və onun mesajları həmişə ciddi olur. Arif başa düşdü ki, atası o gecə xəbərdarlıq almışdı. Amma hansı xəbərdarlıq? Detektivlər daha çox araşdırdılar və bir nəzəriyyə irəli sürdülər. 2019-cu ildə Azərbaycan və Rusiya arasında gərginlik var idi. Bəzi məsələlər həll olunmamışdı və Azad Rəhimov bu məsələlərdə rol oynayırdı. Bəlkə də o, Rusiyanın maraqlarına zidd hərəkət etmişdi və elçi ona xəbərdarlıq etməyə göndərilmişdi. Hansı xəbərdarlıq? Ya bizim tərəfə keç, ya da nəticələrə hazır ol. Azad Rəhimov ikinci variantı seçmişdi və nəticə gəlmişdi. Onun ölümü. Amma başqa bir nəzəriyyə də var idi. Bəzi mənbələr iddia edirdilər ki, elçi Azad Rəhimova sürgün təklif etmişdi. Azərbaycandan get, biz sənə təhlükəsiz yer verəcəyik, amma bütün sərvətini buraxmalısan. Azad Rəhimov bu təklifi rədd etmişdi. Çünki o, sərvətini itirmək istəmirdi və bu rədd onun ölüm hökmü olmuşdu. Hansı nəzəriyyə doğrudur? Heç kim dəqiq bilmir. Amma bir şey aydındır. O gecə Azad Rəhimovun taleyi həll olundu və o, öz seçimini etdi və bu seçim onun məhv etdi. Arif elçini tapmaq istədi. Amma bu mümkün değildi. Çünki elçi xüsusi xidmət zabiti idi və onun haqqında məlumat əldə etmək qeyri-mümkün idi. Arif Rusiya səfirliyinə müraciət etdi, amma ona cavab verilmədi. O, beynəlxalq hüquq məsləhətçiləri tutdu, amma onlar da kömək edə bilmədilər. Çünki bu, dövlət sirri idi və dövlət sirləri açıqlanmır. Arif başa düşdü ki, o yenə bir divara toslanıb. Atasının ölümündə xarici faktor var idi, amma bu faktoru sübut etmək mümkün değildi, çünki bütün izlər silinmişdi. Şahid Arifə son bir məlumat verdi. O dedi ki, elçi gedərkən Azad Rəhimova bir zərf vermişdi. Zərfdə nə var idi? Şahid bilmirdi. Amma Azad Rəhimov o zərfi oxuyandan sonra yandırmışdı. Kül qalmışdı. Amma şahid külün içində bir şey görmüşdü. Kiçik bir kağız parçası. Və o parçada bir söz yazılmışdı. Hansı söz? Şahid əmin değildi, amma ona elə gəlirdi ki, final yazılmışdı. Bu söz nə demək idi? Oyunun sonu,
Həyatın sonu, yoxsa başqa nə? Arif bu sözü təhlil etməyə çalışdı, amma heç bir nəticə əldə edə bilmədi. Çünki kontekst yox idi. Yalnız bir söz. Və bu söz hər şeyi və heç nə ifadə edə bilərdi. İndi düşünün, elçi kim idi? O həqiqətən Rusiya agentimi, yoxsa başqa bir gücün nümayəndəsi? Və o gecə Azad Rəhimova nə dedi? Ona sürgün təklif etdimi, yoxsa ölüm hökmü oxudu? Arif bu sirri heç vaxt öyrənə biləcəkmi? Yoxsa bu həmişəlik gizli qalacaq? Azad Rəhimovun şəxsi seyfində saxlanılan sənədlər arasında bir qovluq var idi ki, onun üzərində qırmızı möhürlə ləğv edildi yazılmışdı. Bu qovluqda 15 nəfərin adı, fotoşəkli və qısa xarakteristikası var idi. Bunlar kim idilər? Azad Rəhimovun ən yaxın generalları, köməkçiləri, iş ortaqları və hər birinin adının yanında qələmlə yazılmış qeyd. Bayram tətilindən sonra. Nə deməkdir bu? Həmin 15 nəfər bu siyahını gördükləri an hər şeyi başa düşdülər. Ya Azad Rəhimov, ya da onlar. Seçim sadə idi və onlar seçimlərini etdilər. Bu kağız parçası izah edir ki, niyə Azad Rəhimovun ən etibarlı adamları onu tərk etdilər? Çünki onlar öz adlarını o qara siyahıda görmüşdülər və bilirdilər ki, Azad Rəhimov sağ qaldığı müddətdə onların günləri sayılıdır. Xəyanət heroizm idi, yoxsa sadəcə çarəsiz müdafiə? Siyahıdakı birinci ad General Telman Quliyev idi. O, Azad Rəhimovun təhlükəsizlik şöbəsinin rəhbəri idi və hər gün onunla görüşürdü. 2019-cu ilin noyabr ayında Telman bəy gizli görüşə çağırıldı. Onu çağıran adam koordinator idi. Görüşdə koordinator masanın üstünə o qırmızı qovluğu qoydu və dedi, bax, sənin adın burada birinci sırada yazılıb. Azad bəy bayramdan sonra səni aradan götürmək istəyir. Niyə? Çünki sən çox şey bilirsən və o, sənə etibar etmir. Telman bəy şoka düşdü. O, 25 il Azad Rəhimova xidmət etmişdi. Ailəsini onun üçün qurban vermişdi. Hər gecə onun təhlükəsizliyini düşünmüşdü və indi öyrənirdi ki, Azad Rəhimov onu öldürmək istəyir. Koordinator davam etdi. Sənin iki yolun var. Ya gözlə və öl, ya da bizimlə birləş və yaşa. Seçim sənindir. Telman bəy o gecə evə qaydanda arvadına heç nə demədi. Sadəcə oturub düşündü. Bütün gecə. Səhrə yaxın qərarını verdi. O, koordinatora zəng etdi və dedi, mən sizinliyəm. Və beləliklə, Azad Rəhimovun ən etibarlı generalı xainlər qrupuna qoşuldu. Amma o özünü xain hesab etmirdi. O özünü qurban hesab edirdi. Çünki Azad Rəhimov onu əvvəl satmışdı və o sadəcə cavab vermişdi. Siyahıdakı ikinci ad Nigar Əliyeva idi. O, Azad Rəhimovun şəxsi köməkçisi idi və onun bütün gizli görüşlərini təşkil edirdi. Nigar xanım gözəl, ağıllı və çox təhlükəli qadın idi. O bilirdi ki, Azad Rəhimov hansı qadınlarla görüşür, hansı razılaşmalar bağlayır, hansı pulları haraya köçürür. Və məhz buna görə də onun adı siyahıda idi. Azad Rəhimov bilirdi ki, Nigar xanım danışsa, hər şey üzə çıxacaq. Ona görə də onu susturmaq lazım idi. Amma Nigar xanım da axmaq deyildi. O hiss etmişdi ki, təhlükə yaxınlaşır və hazırlaşmışdı. 2019-cu ilin dekabr ayının əvvəlində Nigar xanım gizlicə bütün sənədləri kopyaladı. Azad Rəhimovun şəxsi yazışmaları, bank hesablarının kodları, gizli müqavilələrin surətləri, hər şeyi və bu sənədləri təhlükəsiz yerdə gizlətdi. Sonra koordinatora zəng etdi və dedi, mən bilirəm ki, Azad bəy məni öldürmək istəyir. Amma əgər mənə nəsə olsa, bütün sənədlər mediaya gedəcək və o zaman hamı batacaq. Ona görə də mənə toxunmayın və mən də sizə kömək edəcəyəm. Koordinator bu təklifi qəbul etdi, çünki başa düşdü ki, Nigar xanım təhlükəli düşməndir, amma faydalı müttəfiq ola bilər. Və beləliklə Nigar xanım da qrupa qoşuldu. Amma o heç kimə etibar etmirdi, çünki bilirdi ki, bu oyunda hamı hamını satır. Siyahıdakı üçüncü ad Elşad Məmmədov idi. O, Azad Rəhimovun şəxsi sürücüsü idi. Sadə sürücü deyildi, xüsusi sürücü idi. O, Azad Rəhimovu hər yerə aparırdı. Gizli görüşlərə, qadınların yanına, hətta gecə yarısı xəstəxanaya və hər şeyi görürdü, hər şeyi eşidirdi. Amma susurdu. Çünki yaxşı pul alırdı. Amma indi onun adı da siyahıdaydı. Niyə? Çünki Azad Rəhimov paranoyaya düşmüşdü və düşünürdü ki, Elşad hər şeyi kiməsə danışır və onu aradan götürmək lazımdı.
Elşad bəy bu siyahını görəndə qorxdu. Çünki o sadə adam idi, general deyildi, köməkçi deyildi. O sadəcə sürücü idi və bilirdi ki, onu öldürsələr heç kim soruşmayacaq. Ona görə də koordinatora yalvardı. Məni xilas edin, mən sizə hər şeyi danışaram. Və danışdı. O, Azad Rəhimovun bütün gizli görüşlərini, bütün gizli ünvanları, bütün gizli əlaqələrini açıqladı. Və bu məlumatlar qrupa çox kömək etdi. Çünki indi onlar bilirdilər ki, Azad Rəhimovun hansı zəif nöqtələri var və bu zəif nöqtələrdən necə istifadə etmək olar. 15 nəfərin hamısı eyni hekayəni yaşadılar. Hər biri öz adını o qara siyahıda gördü və hər biri seçim etdi. Ya ölüm, ya da xəyanət. Və hamı xəyanəti seçdi. Çünki heç kim ölmək istəmirdi. Və beləliklə, Azad Rəhimovun imperiyası içərdən çöktü. O düşünürdü ki, ən böyük təhlükə xaricdəndir. Amma həqiqi təhlükə içərdə idi. Onun öz adamları onu satdılar. Çünki o, onları əvvəl satmışdı. Arif bu siyahını görəndə hər şeyi başa düşdü. Atası son günlərində tamamilə tək qalmışdı. Çünki hamını özündən uzaqlaşdırmışdı. Paranoyası onu məhv etmişdi. O düşünürdü ki, hamı ona xəyanət edir. Və nəticədə hamı həqiqətən xəyanət etdi. Amma kim başladı bu dövrü? Azad Rəhimov mu? Yoxsa başqası? Arif cavab tapa bilmirdi. Çünki bu, yumurta və toyuq problemi idi. Hansı əvvəl gəldi? Xəyanət, yoxsa şübhə? İndi düşünün. O 15 nəfər haqlıydı mı? Onlar özlərini müdafiə edirdilər, yoxsa sadəcə bəhanə axtarırdılar? Və Azad Rəhimov həqiqətən onları öldürmək istəyirdimi, yoxsa bu sadəcə paranoya idi? Cavablar mürəkkəbdir. Çünki həqiqət heç vaxt qara və ya ağ olmur. Həmişə boz çalarlar var. Azad Rəhimovun vəfatından 6 ay sonra, 2020-ci ilin iyun ayında Bakıda qəribə bir hadisə baş verdi. Azad Rəhimovun adına qeydə alınmış villaların birində yanğın çıxdı. Yanğın söndürənlər gələndə villa tamamilə yanmışdı. Heç nə qurtarmaq mümkün olmadı. Rəsmi versiyaya görə bu qəza idi. Elektrik qısa qapanması. Amma bəzi şahidlər iddia edirdilər ki, yanğından əvvəl villaya naməlum adamlar daxil olmuşdular və yanğından sonra həmin adamlar tələsik uzaqlaşmışdılar. Kim idilər bu adamlar və niyə məhz o villanı yandırdılar? Cavab sadədir. O villada Azad Rəhimovun gizli arxivi saxlanılırdı. Sənədlər, qeydlər, video və audio materiallar və kimsə bu arxivi məhv etmək istəyirdi. Kim? Müşavirmi, yoxsa başqa güclər? Arif yanğın haqqında xəbər eşiləndə dərhal hadisə yerinə getdi. Amma gec qalmışdı. Hər şey kül olmuşdu. O, yanğın söndürənlərdən soruşdu. Yanğının səbəbi nədir? Onlar cavab verdilər. Elektrik qısa qapanması. Amma Arif inanmadı. Çünki o villa təzəcə təmir olunmuşdu və bütün elektrik sistemi yenilənmişdi. Necə qısa qapanma ola bilərdi? O, ekspert tutdu və yanğın yerini yoxlatdı. Ekspert dedi ki, bu qəsdən törədilmiş yanğındır. Çünki yanğın eyni vaxtda villanın 3 fərqli nöqtəsində başlayıb. Bu təbii yanğında mümkün deyil. Arif başa düşdü ki, arxiv qəsdən məhv edilib. Və bu o deməkdir ki, arxivdə çox vacib məlumatlar var idi. Amma Arif bilmirdi ki, o arxiv yeganə deyildi. Azad Rəhimov ehtiyatlı adam idi və hər şeyin ehtiyat nüsxəsini saxlayırdı. İkinci arxiv başqa yerdə idi. Harda? Heç kim bilmirdi. Yalnız müşavir bilirdi və o, bu sirri özü ilə aparmışdı. Arif ikinci arxivi axtarmağa başladı. O, atasının bütün mülklərini yoxladı. Bütün seyfləri açdı. Bütün gizli otaqları axtardı. Amma heç nə tapa bilmədi. İkinci arxiv sanki mövcud deyildi. Yoxsa çox yaxşı gizlədilmişdi. 2021-ci ilin payızında Arifə qəribə bir zəng gəldi. Naməlum bir nömrədən. Səs qadın səsi idi, amma dəyişdirilmişdi. Qadın dedi, mən bilirəm ki, ikinci arxiv harda saxlanılır. Amma bu məlumatı pulsuz verməyəcəm. Arif soruşdu, nə qədər istəyirsən? Qadın cavab verdi, 100.000 dollar, nağd, heç bir iz qalmamalıdır. Arif razılaşdı, çünki başa düşdü ki, bu yeganə şansıdır. Görüş təyin edildi. Bakı kənarında tərk edilmiş bir binada, gecə yarısı. Arif görüşə getdi. Yanında 2 mühafizəçi və çanta dolusu pul var idi. O binaya daxil oldu. İçəri qaranlıq idi. Yalnız bir lampa yanırdı.
Qadın kölgədə dayanmışdı. Üzü görünmürdü. Arif soruşdu. Arxiv harda? Qadın cavab verdi. Əvvəlcə pul. Arif çantanı ona tərəf atdı. Qadın çantanı açdı, pulları saydı və razı qaldı. Sonra cibindən kiçik bir kağız çıxardı və Arifə verdi. Kağızda ünvan yazılmışdı. Quba rayonu, Xınalıq kəndi, Köhnə daş ev, zirzəmi. Arif şoka düşdü. Xınalıq, bu dağlarda çox ucqar yerdə olan kiçik bir kənd idi. Niyə atası arxivi orada saxlayırdı? Qadın izah etdi. Azad bəy bilirdi ki, Bakıda heç bir yer təhlükəsiz deyil. Ona görə də ən vacib sənədləri ən gözlənilməz yerdə gizlətdi. Xınalıqda heç kim onu axtarmaz. Çünki heç kimin ağlına belə yer gəlməz. Arif soruşdu. Sən kimsən? Necə bilirsən bunu? Qadın cavab verdi. Mən Azad bəyin gizli köməkçilərindən biri idim və o mənə etibar edirdi. Amma indi o yoxdur və mən pula ehtiyacım var. Ona görə də sənə satıram bu məlumatı. Arif daha bir sual vermək istədi, amma qadın tez çıxıb getdi və yoxa çıxdı. Arif ertəsi gün Qubaya yola düşdü. Uzun və çətin yol idi. Xınalıq dağların zirvəsində yerləşirdi və oraya çatmaq çətin idi. Amma Arif əzmkar idi. O kəndə çatdı və köhnə daş evi tapdı. Ev tərk edilmişdi. Heç kim yaşamırdı. O zirzəmiyə indi. Qaranlıq, rütubətli, soyuq bir yer idi. Amma küncdə kiçik bir seyf var idi. Arif seyfi açmağa çalışdı, amma kod lazım idi. O müxtəlif kodları sınadı. Atasının doğum tarixi, anasının adı, öz doğum tarixi. Heç biri işləmədi. Nəhayət son cəhd olaraq Azad Rəhimovun vəfat tarixini yazdı və seyf açıldı. Seyfdə qalın bir qovluq var idi. Arif onu açdı və içinə baxdı. Orada yüzlərlə sənəd var idi. Bank hesablarının kodları, gizli müqavilələr, şəxsi məktublar, hətta bəzi video kasetlər. Arif hər şeyi oxumağa başladı və oxuduqca şoka düşdü. Çünki bu sənədlər göstərirdi ki, Azad Rəhimovun imperiyası onun təsəvvür etdiyindən qat-qat böyük və qat-qat çirkli idi. Korrupsiya, rüşvət, şantaj, hətta qətl, hər şey bu sənədlərdə var idi. Arif başa düşdü ki, atası sadəcə nazir deyildi. O, cinayət imperiyasının başçısı idi. Amma ən şok edici sənəd sonuncu idi. Bu, Azad Rəhimovun şəxsi məktubu idi. Oğluna yazılmış məktub. Məktubda belə yazılmışdı. Əziz Arif, əgər bu məktubu oxuyursansa, deməli mən artıq yoxam və sən həqiqəti öyrənmək istəyirsən. Amma bilməlisən ki, həqiqət dəhşətlidir. Mən çox pis işlər görmüşəm. Çox adam məhv etmişəm. Çox ailə dağıtmışam. Və indi bunun cəzasını çəkirəm. Amma sən mənim günahlarımın varisi olmamalısan. Sən təmiz həyat yaşamalısan. Ona görə də sənə xahiş edirəm. Bu sənədləri yandır. Heç kimə göstərmə. Və mənim haqqımda unutmağa çalış. Çünki məni xatırlamaq sənə yalnız ağrı gətirəcək. Bağışla məni, oğlum. Mən pis ata oldum. Amma səni həmişə sevdim. Atan, Azad. Arif məktubu oxuyub ağladı. İlk dəfə olaraq atasının peşmançılığını gördü. İlk dəfə olaraq onun insani tərəfini hiss etdi və başa düşdü ki, atası da qurban idi. Sistemin qurbanı. O sistem tərəfindən istifadə edilmişdi və sonra atılmışdı. Və indi oğlu da eyni taleyi yaşayırdı. Arif özünə sual verdi. Mən nə etməliyəm? Atasının vəsiyyətinə əməl edib bu sənədləri yandırmalıyam? Yoxsa həqiqəti açıqlayıb ədaləti təmin etməliyəm? O uzun müddət düşündü və nəhayət qərarını verdi. O sənədlərin bir hissəsini saxladı, bir hissəsini isə yandırdı. Saxladığı sənədlər atasının günahlarını sübut edirdi. Amma eyni zamanda sistemin çürüməsini də göstərirdi. Və Arif qərar verdi ki, bu sənədləri düzgün vaxtda, düzgün yerə verəcək. Amma hələ o vaxt gəlməmişdi. Çünki o hələ hazır deyildi və sistem də hələ hazır deyildi. İndi düşünün, Arif düzgün qərar verdimi? O atasının vəsiyyətinə xəyanət etdi, yoxsa daha böyük məqsəd üçün qurban verdi? Və bu sənədlər nə vaxt açıqlanacaq? Cavablar gələcəkdə gizlidir. 2022-ci ilin yay aylarında Azərbaycan mediasında bomba xəbər yayıldı. Azad Rəhimovun maliyyə imperiyasının bir hissəsi haqqında məlumatlar sızdırıldı. Offshore hesablar, saxta şirkətlər, qanunsuz əmlaklar, hər şey detalları ilə açıqlandı.
Kim sızdırdı bu məlumatları? Rəsmi olaraq heç kim bilmirdi. Amma hamı şübhələnirdi ki, bu Arifin işidir və haqlı idilər. Arif qərar vermişdi ki, atasının imperiyasını parça-parça açıqlayacaq. Çünki başa düşmüşdü ki, tam sükut da, tam açıqlama da təhlükəlidir. Amma dozalı açıqlama sistemə təzyiq göstərə bilər. Məlumatlar yayıldıqdan sonra böyük əks-səda yarandı. İctimaiyyət şokdaydı. Çünki rəqəmlər inanılmaz idi. Azad Rəhimovun sərvəti rəsmi maaşından 100 dəfə çox idi və heç kim izah edə bilmirdi ki, bu pul hardan gəlib. Bəzi jurnalistlər araşdırma aparmağa başladılar. Bəzi vəkillər məhkəməyə müraciət etdilər. Bəzi fəaliyyətçilər etiraz aksiyaları təşkil etdilər. Amma sistem cavab verdi və cavab sərt oldu. Məlumatları yayan jurnalistlər işdən qovuldular. Məhkəməyə müraciət edən vəkillər hədələndi. Etiraz aksiyaları polis tərəfindən dağıdıldı və bir neçə həftə ərzində hər şey sakitləşdi. Sanki heç nə olmamışdı. Arif başa düşdü ki, sistem özünü qoruyur və bu qorunma mexanizmi çox güclüdür. Amma o təslim olmadı. Çünki bilirdi ki, hər açıqlama sistemdə kiçik bir çat yaradır və bu çatlar zamanla böyüyəcək. 2022-ci ilin payızında Arifə yenə qəribə bir zəng gəldi. Bu dəfə kişi səsi idi və tanış səsi idi. Müşavirin səsi. Arif şoka düşdü. Çünki müşavir 2 ildir yoxa çıxmışdı. Heç kim onu görmürdü. Heç kim onunla əlaqə saxlaya bilmirdi. Və indi o, özü zəng edirdi. Müşavir dedi, Arif, biz görüşməliyik. Mən sənə hər şey izah etmək istəyirəm. Arif cavab verdi. Sən atasımın sərvətini oğurladın. Niyə indi danışmaq istəyirsən? Müşavir dedi. Çünki sən hər şeyi səhv başa düşürsən. Mən düşmənin deyiləm. Mən sadəcə sağ qalmağa çalışdım. Və indi sənə kömək etmək istəyirəm. Görüş təyin edildi. İstanbulda, neytral ərazidə. Arif getməli olub-olmaması haqqında uzun müddət düşündü. Çünki bilirdi ki, bu tələ ola bilər. Amma maraq qalib gəldi. O, İstanbula getdi. Görüş lüks bir otelin restoranında keçirildi. Müşavir artıq əvvəlki kimi deyildi. O qocalamışdı. Saçları ağarmışdı. Üzündə yorğunluq əlamətləri var idi. Amma gözləri hələ də iti idi. Müşavir danışmağa başladı. Arif, mən sənə həqiqəti deyəcəm. Amma əvvəlcə bir şey başa düşməlisən. Azərbaycan sistemində heç kim təmiz deyil. Hamı çirklənib. Atan da, mən də, sən də. Çünki sistem belə qurulub. Və bu sistemdə sağ qalmaq üçün əlini çirkləndirməlisən. Arif etiraz etdi. Mən heç nə etməmişəm. Müşavir gülümsədi. Hələ. Amma edəcəksən. Çünki başqa yol yoxdur. Müşavir davam etdi. Atan məni özünə çox yaxın saxlayırdı. Çünki mən onun beyni idim. Hər böyük qərar mənim məsləhətimlə qəbul edilirdi. Amma son illərdə o dəyişdi. Paranoyaya düşdü. Hamını düşmən görməyə başladı. Hətta məni də. Və mən başa düşdüm ki, tezliklə mənim adım da o qara siyahıda olacaq. Ona görə də özümü qorudum. Bəzi hesablara giriş əldə etdim. Bəzi sənədləri kopyaladım. Amma bunu atan üçün deyil, özüm üçün etdim. Çünki bilirdim ki, o öləndə mən də təhlükədə olacağam. Arif soruşdu. Bəs indi niyə mənə kömək etmək istəyirsən? Müşavir cavab verdi. Çünki sən atanın oğlusan. Və mən atana borcum var. O məni sadə bir adamdan güclü bir şəxsiyyətə çevirdi. Və indi mən bu borcu sənə qaytarmaq istəyirəm. O masanın üstünə kiçik bir USB flash sürücü qoydu. Burada hər şey var. Bütün hesabların kodları, bütün sənədlərin surətləri, bütün gizli razılaşmaların detalları. Götür və istifadə et. Amma ağılla. Çünki bu məlumatlar səni öldürə də bilər. Arif USB-ni götürdü, amma şübhə ilə baxdı. Niyə inanım sənə? Bəlkə bu növbəti tələdir. Müşavir ayağa qalxdı. İnanma, yoxla və sonra qərar ver. Amma bil ki, mən daha Azərbaycana qayıtmayacam. Çünki orada mənim üçün yer yoxdur. Mən artıq kölgəyəm və kölgələr işıqdan qaçır. O pul qoyub getdi və Arif tək qaldı. Əlində USB və başında 1001 sual. Arif otelə qayıdıb USB-ni yoxladı və gördü ki, müşavir doğru deyib. Orada həqiqətən hər şey var idi. Bütün maliyyə imperiyasının xəritəsi, hər hesab, hər şirkət, hər əmlak və ən əsası, hər bir əməliyyatda iştirak edən adamların adları. Generallar, nazirlər, iş adamları, hətta bəzi xarici şəxslər. Hamısı. Arif başa düşdü ki,
Bu məlumatlar bomba idi. Əgər açıqlansa, bütün sistem sarsılacaq. Amma eyni zamanda o da məhv olacaq. Çünki sistem özünü qoruyacaq və ilk növbədə onu məhv edəcək. Arif qərar verdi ki, bu məlumatları hələlik saxlayacaq, amma düzgün vaxtda istifadə edəcək və o vaxt gələcək, mütləq gələcək. Çünki həqiqət həmişə üzə çıxır, tez ya geç, amma mütləq çıxır. Azad Rəhimovun vəfatından 4 il keçdi. Onun imperiyası dağıldı, adamları dağıldı, arzuları da dağıldı. Amma bir şey qaldı, sirləri. Və bu sirlər hələ də Azərbaycan cəmiyyətini narahat edir. Çünki hamı bilir ki, Azad Rəhimov tək deyildi. O sistemin bir hissəsi idi və sistem hələ də mövcuddur. Yeni adlarla, yeni üzlərlə, amma eyni mahiyyətlə. Arif Rəhimov atasının sərvətinin yalnız kiçik bir hissəsini geri ala bildi. Qalan hər şey başqalarının əlində qaldı. Müşavir İstanbulda rahat həyat sürür. Koordinator yeni patrona xidmət edir. 15 nəfərlik qrup dağılıb, hər biri öz yolunu tutub. Bəziləri xaricə köçüb, bəziləri yeni vəzifələr əldə edib, bəziləri isə gizlənib. Amma heç biri cəzalanmayıb. Çünki sistem onları qoruyur. Azərbaycan cəmiyyəti isə hələ də suallar verir. Azad Rəhimovun sərvəti hardan gəldi? Niyə heç kim məsuliyyətə cəlb edilmədi? Niyə sistem dəyişmir? Amma cavablar gəlmir. Çünki sistem cavab vermir. O sadəcə davam edir. Yeni Azad Rəhimovlar yetişir. Yeni imperiyalar qurulur. Yeni sirlər yaranır. Və dövr təkrarlanır. Amma bəlkə də bir gün hər şey dəyişəcək. Bəlkə də Arifin əlindəki sənədlər açıqlanacaq. Bəlkə də cəmiyyət oyanacaq və ədalət tələb edəcək. Bəlkə də sistem çökəcək və yeni, təmiz bir Azərbaycan qurulacaq. Bəlkə. Amma bu, yalnız bəlkə. Çünki tarix göstərir ki, sistemlər asanlıqla dəyişmir. Onlar özlərini qoruyurlar. Və bu qorunma mexanizmi çox güclüdür. Azad Rəhimovun qəbri Bakıda sakit bir qəbristanlıqdadır. Heç bir möhtəşəm abidə, heç bir böyük məzar daşı yoxdur. Sadə bir qəbir. Sanki o, sadə bir adam idi. Amma onun ruhu rahat deyil. Çünki günahları çoxdur və bağışlanma yoxdur. Oğlu hər il qəbrini ziyarət edir və hər dəfə eyni sualı verir. Ata, niyə? Niyə bu yolu seçdin? Niyə bizə bu lənəti qoyub getdin? Amma qəbir cavab vermir. Çünki ölülər danışmır. Amma sirlər danışır və bu sirlər hələ də açıqlanmağı gözləyir. Xınalıqdakı arxiv hələ də orada, dağların zirvəsində gizlidir. Müşavirin verdiyi USB hələ də Arifin əlindədir. Elçinin o gecə dedikləri hələ də sirr olaraq qalır. Və bütün bu sirlər bir gün üzə çıxacaq. Çünki həqiqət həmişə yol tapır. Tez ya geç. Amma mütləq tapır. Hörmətli tamaşaçılar, əgər bu faciəvi hekayəni sona qədər izlədinizsə, şərhlərə yazın ki, hansı şəhərdənsiz? Bizim üçün vacibdir ki, Azad Rəhimov harda hələ də xatırlanır? Və kanala abunə olun ki, tarixin həqiqi sirlərini qaçırmayasınız.